Məni dəfələrlə hakimiyyətə təklif ediblər. Əbdurrahman Bəzirov da təklif edib. Əbülfəz Elçibəy hətta fərmanımı verib başına Xarici İşlər Nazirinin birinci müavini. Hətta Heydər Əliyev də məni dəfələrlə təklif edib hakimiyyətə. Həm Naxçıvanda olanda Heydər Əliyev mən baş nazir müavini 6 ay boş saxla, gəl orada işlə. Mən dedim ki, mən işləmək istəmirəm. Eləcə də bu şeydə İlham Əliyevin hakimiyyətində məni dəvət edib. Amma sadəcə hətta mən Əbülfəz Elçibəy iqtidarında da belə bir sual qoymuşdum ki, siz məndən nə gözləyirsiniz? Mən gəlim hakimiyyətə. Siz məndən bir kardeşim nə gözləyirsiniz? Əgər gözləyirsinizsə ki, sizin apardığınız məsələmdə siyasətdə həyata keçirəcəm, mən o siyasətdə iştirak edə bilmərəm. İndi ikinci bir variantı, mən hər hansı bir sahədə irəliləyiş eləməzsəm, nəsə dəyişik eləməzsəm, buna imkan olacaq mı? Olmayacaqsa mən orada nə işləyəcəm? Hə, pul qazanmaq, bəli, mən deputat olaram, nazir olaram, 10.000 alaram, 5.000 alaram, köməkçilərim olar, katibələrim olar, evim olar, o olar. Bunlar da hər bir insana lazım olan şeylər.